17 ildən artıq turizm və otelçilik təcrübəm var. 30-a yaxın dünyanın fərqli ölkələrində olmuşam. Azərbaycanda ilk dünya səyahətini təyyarə istifadə etmədən edən biri. Hətta bildiyim qədərilə gəmiləri yandırırlar ki, birdən bizə qarşı hədə qorxurlar, biz qorxub qaçarıq. Mən də şükür Allah, yəni nəsib olub 121 ölkədə olmuşam. Bu birisinə yaxınlaşırsan İndoneziya, baxırsan Qazaxıstan. Bir dənə sual, ən bəyəndiyin yemək hansı ölkədən oldu? Kamerun. Ona görə orada da elə oturub dizlər qarın üstündə namazı qıldım. Yəni ki, soyuq idi, özü də çox soyuq idi. Demək Avropa hər yerini gəzmişdi. Çox belə tələbə büdcəsi ilə, yəni. 16 yaşımda mən deməli bir Flex adlı bir proqramla mən 11-ci sinifi Amerikada oxumuşdum. Sizdən öncə yaşayanların aqibətini də görün. Məsəl üçün insan səfərdə günah etdikcə onun səfəri daha da çətinləşir. Biz kimi ki zirvə fəth edirik. Zirvə bizi fəth edir. Yəni ki, amma mən məhz bu zikrin, yəni sənin belə bir gücünü, yəni səni belə deyək də bronejilətə salmış kimi olursa. Və Allah şərait yaratmış. Allah, yəni ki bir cancel elədi. Amma getmək istəsən bu dəqiqədir yenə. Mən gedirəm. 3 gün elə inanılmaz yerdə vaxt keçirdik də. Yəni balinaların yaşadığı yerə getdik. Bir pozitiv bir əhvalda olmaq lazımdır və o pozitiv əhvalı qonaqlara ötürmək lazımdır. Zirvələrdə daha 6300-ə də qalxmışam. Oradan da dünyamızı görmüşəm. Bir nəfər Səlmanın telefonunda azan çalıb samolyotda. Samolyotu endiriblər, onu polisə veriblər.